Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Uzun illərdən bəri nəsildən nəsil ötürülən və qayğı ilə yetişdirilən Azər çay, doğma çay. Bax belə, ilk dəfə olaraq mexaniki sürətlər qutusu ilə və bir pikapla self etdik tankla. Salam. Mən isə belə biz tankla self elədik və o avtomobili kimi Azərbaycanda çox populyardır. Volkswagen Amarok'dan söhbət gedir. Bax belə, qarşılayın Volkswagen Amarok. Yolsuzluq üçün nəzərdə tutulan təkərlərdir. Yəni, dükanda satılanda belə təkər üstündə olmur. Yəni, bu sonradan qoyulur, xüsusilə olduğu üçün. Və bunun üstündə bir balaca, belə deyək də, bu xrom turbalardır. Zaten onlar sonradan əlavə olunmuş şeylərdir. Amma bu da sonradan əlavə olunub, biləsiniz. 100 kilodan artıq yük götürür bu avtomobil. 1 tondan artıq. Arxa təkərini indi ortadan çəksən, restoranlarını da görmək olacaq, yük avtomobilində tutulur. Mənim əlimdə şpargalka var, Pəriz müəllim. Bu restoranlardır, görürsünüz. Yəni ki, bu resorun üstündə olan avtomobildir, yəni ki, buna biz əbəs yerə tank demirik. Arxa oturacağı da var. Mən sənə bir şey deyim, sən sürəndə mən arxada oturacam. Sən qabaq sürərsən. Mən özümü bir sərnişin kimi hiss etmək istəyirəm. Çünki həyatımda pikapın bu ikinci oturacağını getməmişəm. Bu maşın 30 min alınıb rəsmi olaraq servisdən və 90 min gedib. 90 min və 23 minə satılır. Dizel motorlandır. Yəni mühərriki dizellə işləyir. Və sahibinin bizə dediyinə görə 10 litr şəhərdə dizel yanacağı işlədir, 100 kilometr. Bundan artıq yük yerindədir. Bunu sonradan əlavə edib, hə? Bəli, bu sonradan əlavə olunub yük yeri kimi. Göstər bunu Aeroklas. Belə deyək, bu yük yeridir. Bura lazım olan lava alimentlər yığılır. Altı da o görürsən səs eləmir gedəndə, tak. İndi sürəndə görəcək. Sonradan şeydir, bu da sonradan qoyulub, düzdür. Sabit bu yanlış alanda yaxşı olur. Bu yaş olar, hə, bu yaş olar. Yəni, genişliği olur. Peki o bir üzüm çönlər, öbür üzü rezindir. Hə. Onda ola bilər ki, o bir üzünü çönlər. Deməli, 180 at gücündədir, tizay mühərrik. Bəli, arxasında belə qəşək canavar şəkilləri. Sual yarana bilər, yol hərəkəti qaydalarına bağlı ki, belə şey vurmaq olar. Belə şey vurmağı qanunda bir mənalı surətdə yazısı yoxdur. Amma yol polisi inspektoru nəqliyyat vasitəsini saxlasa, deyə bilər ki, siz avtomobilin rənginə dəyişiklik eləmişsiniz. Çek pasportda yazılır. Burada isə qara, boz, diş, burun, əlavə avadan, bunlara hətta əlavə avadanlıq deyir, amma qanunla canavar əlavə avadanlıq sayılır. Bəli, pişik də sayılır, it də sayılır. Amma prinsipcə deyə bilərlər, həm deyə bilərlər nəsə, həm də deyə bilmirlər. Bir çoxları bir məsələni deyim, bax bu su qaytarıcıları deyil ya. Bunların rezinləri, bunda plastikdir, çıxardırlar, bunu çıxartmaq olmaz. Çünki siz çıxardanda bunu
arxadan gələnin şüşəsinə o qədər palçıq və yağış vuracaqsınız ki, adamın gözü görməyəcək. Konkret olaraq da yolu görməyəcək. Ona görə xahiş olur onu çıxartmayın, qoy üstündə qalsın. Kifayət qədər hündür avtomobildir. Yəni istənilən səkini və divarı aşıb keçə bilər. 4-ü də çəkəndir də səfərlərimizi. 4-ü də çəkəndir, əlbəttə ki, yolsuzluq avtomobil və çox yəqin hamımızı maraqlandırır ki, bunun kapotunun altında nə var? Nə yaptır? Yer gəlmişkən aldığımız məlumata görə adi qabarı işıqlarda, amma ksenonlar ilə olanları da var. Hələ ki yoxdur, gələcək. LED işıqlarla olanları da var. Bu mexanikadadır, mexanika. Amma bunun avtomatları da var, yəni bu da... Bu spoiler da sonradan qoyulmadı, amma qəşəng olur, zövqlü, yaxşı görür. Bax, bunda da knopka inadır. Bax, o birisilərdə necədir? Dəmirdir, dəmiri sağa çəkirsən. Passatda da yoxlayanda belə idi, bax, bunda bastur. Olur, qalır, yoxsa qalmır? Yox, qalmır. Yox, bu onun gərək... Bax, bu olmadı. Burada körradılar. Bax, burada körradılar da. Bu CR-V-də də bunu qoydum, səndə də bunu qoydum. Amma şeydə yaxşıdır, TT-də yaxşıdır. Avtomatik qalxdır. Yəni, bunun ağırlığı həm də onu göstərsin, deməli, dəmiri qalın. Bəli. Bunun başa düşmə, bu qapağı olmalıdır. İlan qurbağı şeylər belə. Bunun qapağı olmalıdır. Çıxardıblar, bu qapağını çıxardıblar. Qapağını çıxardıblar. Niyə görə çıxardıblar? Hoşuna gəlmir. Yəni, belə deyək də, bunun qapağı olmalıdır əslində, bu bağlanmalıdır. Bu, belə deyək də, çoxlu sayda burada siz xırda borucuqlar görürsünüz, kontaktlar görürsünüz. Əslində siz bunu görməli deyilsiniz. Bunun üstündə nəsə bir qapaq olmalıdır və müəyyən bir yazılar olmalıdır ki, bu dizel yanacaqla işləyən mühərrikdir. Amma hal-hazırda biz, belə deyək də, bunu qapaqsız görürüz, niyə görürüz? Deməli, mühərrik yağı, yəni getdiyi kilometrajaya uyğun olaraq, mühərrik yağı, yağ filtri və mühərrik şamlarının dəyişdirilməsi 143 manata başa gəlir. 143 manata siz bunun yağın, filtrin və hava filtri. 90 min gedib də bu, hə? 90 min. 90 min, 143 manata gəlib çıxır. Bahadır. Deməli, 143 manat verib nə qədər sürürsən? Bax, 143 manat verirsən, bir də dəyişdirirsən, 96 mindir. Deməli, 8 min sürürsən. Hə, 8 min. Deməli, 8 min kilometrdən bir, mən belə hesab edirəm ki, normal sürücü ilə 25 min sürür. 25 min, 8 mindən bir, ildə bir 3 dəfə ən azından hazır olmalı. Yox, sənin belə maşın varsa, o boyda pulun var, %100. Neçəysə, 100 Yox, mənim belə maşınım varsa, deməli, mənim həyətimdə 2 dənə maşın var. Bununla mən ancaq ova gedirəm. O birisindən də belə deyək də işə gedib gələm. Bundan işə gedə bilərsən sən? Gedərəm, niyə getmirəm ki? Faizi hanım? Bunda da bir faizədir, bax. Bunda da bir faizədir, həmin şeydir. 10 metrdə 10 santimetr aşağı düşür işıq şeyləri. Bax, burada göstərir. Yəni, əziz tamaşaçılar, avtomobilin işıq nizamlayıcısı faraların üzərində var. Kimsə sizə yol polisində və ya kimsə sizə sənin işığın yuxarıdır, ona uyğun olaraq nizamlaya bilərsiniz. Mən təəccüblənmək istəyirdim ki, bunun belə deyək də, o Baçokunun forması gördüm, gözümə satış. Deyəcək, nəhayət ki, Volkswagen'də Baçok yumru, Baçok yoxdur. Akvariumda, mən onda akvarium deyirəm. O fərqləndirici xüsusiyyətidir. Bəli, o akvariumun yerindədir. Volkswagen qrupda, Şkodada da eyni cür eləyirlər, Seat'da da eyni cür eləyirlər. Nədir? Şeydir, antifrizdir. Onları deməli, bundan başı çıxan usta var Bakıda görürsən, bu böyle tellərin içərisində nəyi düzəldi, nəyi... Amma tez xarab olan maşın deyil, yəni ki, servisə çox getməyəcək. Bu avtomobili alan insan servisə 3 ildən sonra bir dəfə müraciət eləsə nə üçünsə, yəni mühərriklə bağlı heç müraciət eləməyəcək. Çünki bu tank. Amma belə deyim sənə bir şey deyim, belə... Sürək baxa, bu sürməyi yerdir tabaq gerir. Birinci gələ salona baxaq görək, bunun salonda nəyi var? Salonda nəyi var bunun, Fərviz? Bir də monitoru var salonda. Sən qardaş, elə bir kraz şey bağladın, kapotu bağladın. Kraz.
oturacaq sərnişin oturacağı mexaniki nizamlamadır. Və burada Orxan, ən maraqlısı burada bura var. Aha. Deməli bu adi bir dəqiqə 2 qoşqudur. Bir basırsan bunun üstünə necə basırsan bunu? Hə, bax belə. Basın oldu 4 qoşqudur. Bunda basın oldu lap Güclü 4-4, hə? Hə, güclü 4-4 aşağı sürət. Elə eləyərsən. Deməli, yündürükdən düşəndə, daha doğrusu yoxuşdan düşəndə düyməsi var. ECR off nədir? Bu nə üçün? ECR off, onu bilmirəm. Bu aşağı düşəndə üçündür. Və avtomobilin komplektasiyasına yaxşı fındıq verirlər. Bəli. Bunu biləsən, yəni. Alanda sizə fındıq dəyilir. Yəni ki, 23 manatın içində fındıq da aiddir. Volkswagen sizə hədiyyə edir. Yəni 23 min içində fındıq da aiddir. Yaxşıdır da, siqaretlərsə fındığı yaxşıdır. Bu klassikadır. Baba. Kozanda fındıq da bilirsiniz də, cana xeyir. Passenger airbag var. Yeri gəlmişə burada işıq ola bilər bunun üstündə. Mən belə şey xoşlayıram abi. Bu yaxşı. Bu klassikadır, buna görə dedim. Bu əlavədir. Bunun üstəsini qoya bilərsən. Bunda da airbag-i var. Deməli, biraz sərtdir. Klassikası sərtdir. Lüku yoxdur. Eynə qapısı var. Və burada Bu ortasıdır, şəxsiyyət vəsiqəsidir və s. güzgü var, amma işığı yoxdur. İşığı yoxdur. Güzgü var, işığı yoxdur. Yəni ki, Axşam vaxtı öz-özə baxmıyor. əslində bu kişi maşını olduğu üçün əslində burada heç güzgü olmur. Bəli. Bu nə? Bax, toka almaq üçün buradan belə bir buradan verir, amma bu rahat deyil. Buradan getməyə düzgün deyil. Yox, bunu bizə düş qoy. Bax, bura hər hansı bir avadanlıq qoysun, GPS qoysun, yəni GPS qoysun, yəni Xoşa gəlir mi burası? Nə işə sal maşını? Xalasöydə də iyi. Xalasöydə keçsinlər lazım. Bu saat çox avtomat deyil. Deməli, dizel maşınlarda göstərirəm Orxan. Buranı göstər bir dənə. Siz sürməmsiz bilmirsiniz. Bax, qoşursan spiral şəkli. O spiral sönməyənə qədər bunu işə salmaq olmaz. Spiral nədir ki? O spiral... Mənim mən belə şeydən xəbərim. O mexanika zat belə şeylər mən xamam. Yəni o onun göstəricisidir ki, orada müəyyən şey var, o qızıb durmalıdır. Ondan sonra xodlayırsan. Alışqanlıq məsələsi. Qışda onu deməli, sadədir, yəni adi rul multirul deyil, sərtdir. Sidenin dala qabağa getməsi də məncə mexanikadır. Amma sükan şey deyil də, adı nədir, ora adidir displeydə, yəni multirol deyil, burada setsdir, burada kondisioneri var, bu da plastikası xoşuma gəlmədi, o qədər də bunun hazırlanma keyfiyyəti. Buna şey deyə, əslində biz bunu belə şeylərə fikir verməli deyilik, çünki minimalizm olmalıdır, bu yük maşını deyil. Bunda nə yük kişi? Məsələn, yük maşını, resorun üstündə olan maşındır, bununla yük daşıyacağım. Bu işıqlar da başa düşməyəm, belə söndürmək. Belə söndürmək üçündür. Gəl mən keçirəm arxaya, sən maşını işə salsan, biz gedirik. Sürürsən, necə istəyirsən, necə bacarırsan, necə də sür. Lazımdırsa daşdan qabağa sal, baxa görə maşın harada gedir. Arxada, düzdür, oturacaqlar parçadır, amma mən sizə deyim ki, arxa çox rahatdır. Adi sedanda necə oturursan arxada, ayaqların yer qalır. Bax, konkret, bel biraz düzdür, belə sərtdir, amma arxa yer qalıb, hündürlüyü kifayət qədər. Plastik sərtdir, bu içəri parçadan işlənilib, amma mən sizə deyim, yəni, arxa oturacaqda ikinci bir fermer otursa, çox rahat oturacaq. Deməli, Orxan, deməli, bir dənə bura bax. Deməli, bu avtomobili kimsə alsa, burada 2 manat pul da var, o da sizin olacaq. Heç kimə demiyorum. Burada çoxdan pul. Yiyəsinin adından çıxıb. Papaq. Papaq var. Dardır. Əlavə papaq verilir sizə. Əlcək var, əlcək qabıdır. Bu dar, balaca barda çox. Balaca barda. Amma əsl... Çünki barda çoxun yarısını əl əyləci tutur. Əl əyləci tutur. Okey. Ona görə anlaşıb edəcək, normal düşdür.
arxa görüntü kamerası var. Şeyin arkasında gizlənib də, o logonun arkasında. Gül kimi də göstərir. Bu birinci sürəti belə getdik biz. Getdik. Bax gör kətimiz. Mən demək olar ki, son 5 ildə bəlkə də birinci dəfədir ki, mən əl mexaniki korobka ilə belə deyək. Mən imtahan verəndə sürmüşəm bir dəfə. Qutu ilə mən avtomobil idarə edirəm. Amma ondan sonra sürməmişəm. Ondan sonra mən 5 ildir yəni əlimə keçmir bilmirəm. Amma indi mən hesab edirəm ki, nə vaxtsa kimsə idarə edibsə, o verdiyi heç vaxt itmir və qalır. Ona görə də belə bir problem olmur. Orada buraxmasalar, burada da bir dənə dağılıq tökülük yolu var. Qalxarsan orada. O qalxar vurur. Yavaş-yavaş. Mən sənə deyim, yəni sərnişin kimi arxada mən özümü yaxşı hiss edirəm. Yox, mən Yəni rahatdır. Özə sürət qutusunun ötürücüləri çox rahatdır, belə Necə keçir? Yumuşaq. Yumuşaq belə sürəti də pis yığmır. Düz indi üzü aşağı gedir, amma ki belə pis deyil, normal. Yəni Təkərin səsi? Təkər mən hesab edirəm ki, bu qış təkərləri indi düzdür biz yavaş gedirik. Mən 90-a 80-a keçəndə bu səs eləyəcək mütləq. Sən onda beton yola düşərsən. Hə. Yuxarıdan üstdən beton yola düşsən, sən onu hiss eləyəcəksən. İndi kərpiç savod tərəfə gedə görə qalxıb düşə bilir. Onu da hiss eləyəcəyik biz. Sür görək. Sərnişin olaraq rahatdır dostum. Yəni mən bir narahatlıq hiss eləmirəm. Yəni tappaturub, tokkaturub, yellənmə. Əslində belə baxanda 90 min gedibsə bu bir 3 ilin maşını olmalıdır. Sən sağla gedəndə, yanında da Şkoda ilə gedəndə orada yolunda darmadağındır. Ha, orada biz biləcəyik. 90 min gedib, amma 90 min üçün şey qalıb. Səs yoxdur. Səs yoxdur, hə. Avtomobildə səs yoxdur. Yəni demək istəyirəm ki, deyəsən çox da, yəni bilmirəm, bundan ova gedib getməyib. İri ova gedib. Pis yollara salıbsa, amma belə yaxşı qalıb maşın. Yəni 90 min üçün çox qəşəng qalıb. Pisdir. Pərviz, mən bir dənə yer bilirəm. Bəlkə ora gedək. Hara? Sən buradan dönmək olur belə geriyə. Aysa, baba bunun içinə sal, birinci bunun içinə sal. Aysa. Hoppa, necə keçdin? Rahat. Əla. Maşın saxlamağına baxsan var. O, Azərbaycanlılar yalnız belə saxlaya bilər də. Ki, hamıya mane olun. Bundan başqa elə bilir ki, adam yoxdur yer kürəsində, hə. Deməli, sərnişin olaraq, qabaq sərnişin olaraq. Yerim çox genişdir, çox rahatdır. İndi biz elə bir yerə gedəcəyik ki, neft buruqlarının arası. Orada bu maşını test eləməyə dəyər. Yəni, bu maşını orada yoxlamaq lazımdır. Düz gedəcəksən, hə, düz gedəcəksən. Yox, düz gedəcəksən. Səsi. Motorun səsi gəlir, ha. Zilin səsi gəlir. Hə, motorun səsi gəlir, salonda istəyir. Amma tökülməyib də maşın. Bir şey də deyim ki, sizə bunun dizeli Euro 4 standartına uyğunlaşdırılmışdır. Yəni bunun sahibi mənə dedi ki, Euro 4-dür də bu. Euro 4-dür. Deməli, bunun avtomatı var dostlar. Avtomatı var, onun avtomatını ala bilərsiniz. Yəni Volkswagen mərkəzinə getsəz, qiyməti sərf eləyəcəksə təbii ki sizə. Servis biraz bahadır, düzdür, amma düşünürəm ki, avtomat yəqin bir 2000 baha olar. 2000 baha olar, hə. Avtomat biraz baha olar. Mən niyə görə bu yerdən gedirəm? Baxım görüm sərnişin olaraq bunun bizə takka-truku da. Yəni maşın tökülmür. 90 min geçsə də maşın tökülmür. Belə maşınlar var. Qazı birdən basanda elə bilir. Onda biraz şişirənlər elə bilir ki, motorun səsi gəlir ki, bu dizel işlədir də. Amma belə rahat gedir. Sağa dönəcəksən qabaqdan, sağa dönün mənim yanlar. Qazda svetofordan yox. Hə, svetofordan sağa. Svetoforu var. Belə mən sizə deyim ki, qutusu əla, deməli rahat qoşulur. Mən bəlkə də avtomat qutulu avtomobildən düşüb və hal-hazırda mexanikaya əyləşim belə deyildi, özüm hansısa bir narahatçılıq hiss edeyim, məndə belə bir şey yoxdur. Çünki düz deyə indi 5 ildir sürməmişəm, amma ayağım atan kimi vərdişim varsa rahat gəlir də qayıdır bunlar hamısı. Rahatdır və əsas odur ki, bəzi avtomobillərdə bu qutunu keçirdəndə bu sürəti biraz, burada hamısı elə bil ki, əlvi toxunan kimi keçir. 6 sürəti var. Yəni, sürət qutusu 6 pilləli sürət qutusu. 6 pilləlidir sürət qutusu və bir dənə də arxaya. Arxa monitoru da var, arxa görüntü kamerası var. Monitorda arxa görüntü kamerası da var və 6 pilləli olmasının bir üstünlüyü var ki, yanacaq sərfiyyatında belə deyək, qənaət üçün çox yaxşıdır. Siz yüksək sürətlə idarə edəndə
6-cı pilləyə keçərkən abarotlar düşür və nəticədə də avtomobil daha az yanacaq işte. Deməli, bunun sürətlər qutusu yağsız sürətlər qutusudur, biləsiniz. Yəni, bunun sürətlər qutusunun yağı dəyişilmir. Yalnız sürət qutusu nə vaxtsa nəsə problem olsa, dəyişdiriləndə onda olur. Belə isə, məsələn, sürətlər qutusunun yağını dəyişmir. Ümumiyyətlə yoxdur. Yəni, bu avtomobildə yağ dəyişilmir. Yox, sürət qutusunda yox. Ancaq mühərrikin yağlarında dəyişirsən. Bu da indiki kilometrajına görə 143 manatdır. İndiki kilometrajına görə 143 manat. Yaxşıdır ya. Yaxşı. Mən sənə deyim ki, yəni kifayət qədər yaxşı bir qiymətdir. Baha qiymətdə olmalı, amma kimsə... Pulun varsa eləyirsən də. Bu boyda avtomobilin varsa... Yəni, mən bir şey deyim sənə, kimsə o həvəskarıdırsa, sırf yolsuzluq... Bu nədir? Qutu var qapıda. Qapı açıqdır mənim. Qapı narahat bağlı. Qapı narahat bağlanır, bu mənfi cəhəti mən sizə deməliyəm. Yəni, qapı narahat bağlayır, amma kimsə yolsuz... Oturanı vurdum. O birisində də eləyir. Görürsən, 2 dəfəyə bağlanır. Yəni, elə bil ki, biraz da elə bil yüngül deyə qapılar var. Qapı yüngül. Kapot ağırdır. Yox, düz get. Biz, yəni, bu dəqiqə çox pis bir yolda gedirik. Mən səndən bundan da pis yola salacağım. Belə deyə də, Ənvər Sadıqovun qarmonuna oxşayır. Yox. Amma ki, böyle normaldır. Ənvər Sadıqov yeri gəlmişim, mənim dostum deyə, elə bilərsə sataşır. Yox, sataşır. Sadəcə Pərvizdə belə xasiyyət var. Sataşır, sonra deyir ki, o mənim dostum. Bəli, Ənvərin qarmonundakı böyle şeylər var. Sən çalaya sal bunu maşını. Sən çaladan qaçma. Yəni, yolda görsən deşiklər olacaq. Bu, sanki bombardımandan sonra. Sən ora sal, bir baxaq görə nə inir də. Yolsuzluğu harada yox, bura sal. Bu böyük bir çalaydı. Çacank. Yəsi baxam ürəyim. Bunlar mənim maşımı neyiliydi? Özü dağa sürünməyib, sürüb də, düzdür. İndi qaz veriyorum. Dizelin səsi gəlir. Amma bu belə maşın sürən üçün belə bir vecin olmaz, hə? Yox. Səsi gəlir, bu olmur. Amma ağaçsız oldu, hə? Yəni onu narahat eləməyəcək. Həm də ki, bir şeydə nəzərə al ki, bunun mühərrifin üstündəki o səs boğucu nəyə gözü çıxardı? Onu çıxardı, bir dənə kapotdakı izolasiya qalıb. Bu indi yoxuşa gedirik. Mən 4-cü pillədə ya. İndi keçirdirəm üçə, çünki deyim ki, ağırlıq hiss edir maşında. Yox, sadəcə biraz keçmədə belə titrəmə var. Ona görə ki, mən indi ötmə əməliyyatı eləyəcəm, özümü daha arxayın hiss eləmək üçün keçirəm. Qabaqdan sola. Maşın daha düz olsun, buradan sola gedəcəyəm. Baba, sal bunun içinə. Deməli, biz bunun içinə laptop bir şey deyib, biz sonra maşının üstündə. Heç nə olar, resorun üstündədir, nə olacaq? Keçdik 2 ilə. Ay, sağ ol. 2 ilə döndük kəndin içinə, bu Zıx kəndidir. Mən birinci dəfədir mən Zıx kəndindəyim, yeri gəlmişkən. Çox heyif ki, siz görə bilmirsiniz. Kim Zıxdansa ona salam. Zıxdan bizə baxanlar var, salam. İtlər gəzir burada küçələrdə yeri gəlmişkən. Özü ağır-ağır gəzirlər, yəni. Böyle, maşından qorxmurlar. Bu yolda, mən sənə deyim, mənim Captivam, mən özüm təzə alandan sonra burada keçmiş Captivada sürmüşəm. Honda CR-V'ni də sürmüşəm. Bu yolda, hə. Məhz ona görə sürmüşəm ki, görüm necə gedir bu. Yəni, belə deyə də, deməli, hörmətli yolsuzluq avtomobili alan insanlar, əgər avtomobilinizin keyfiyyətlərini yoxlamaq istəyirsinizsə, biz sizə, daha doğrusu Tural Hüseyin sizə məsləhət görürük ki, Zıx kəndinə gəlirsiniz, burada belə yollar var. Bu dəqiqə hal-hazırda biz o yollardan birinə düşdük. Qaz verir gedir. Ay, salla, bax, gərək necə keçir. Hop, yaxşı keçir. Belə düşdü. Velosiped sürən uşaqlar, velosipedi mükəmmətlər sürürlər. Orada isə motel var. Motelin adı çıxıb yeri gəlmişkən. Bəli. Çox məşhur moteldir. Motel. Bəli, motel. Amma motel bu kənd arasında nəyə lazımdır bilmirik. Motel oteldən nə ilə fərqlənir? Zıx kəndindən motel oteldən çox şeylə fərqlənir. Bax, biz gəlirik Neft gölməçəsi və tam yolsuzluq olan bir yerə. Burada yolu axırıncı dəfə 1979-cu ildə Sovet İttifaqı zamanı Bakı şəhəri 4 saylı yol çəkmə tresti tərəfindən çəkilib. Nömrəsinə qədər dedim. Tural nəyə görə bilir? Çünki Turalın uzaq qohumu o trestdə işləyib vaxt. İdarə, trestdə rəisi olub.
Bax, indi mən ötmə əməliyyatı eləyəcəm. O sənə imkan versə. Yük başlı var. O sənə imkan versə. Deməli, arxamda maşını əməlli başlı toza basmış. Boğulur qardaş. Aha, bu mən dediyim hissə buradır. Göl, mənzərə və yolsuzluq. Bəli. Mən ümid edirəm ki, oradan o gölü çəkir və siz görün. Və solda sən bura bax. Zibillik. Sən bura bax. Yola bax. Yola. Bəlkə sən o damarda sən göstərəsən zibilliyi satacaq. Deyən görüm. Qabaqdakı şey gölü keçmək. Ayşə, onu göstərmək lazım mütləq. Onlar görsün. Mən sənə buranı deyirdim. Maşını harda yoxlaya bilərsən? Bizim atdan düşməyimizi görürlər hal-hazırda, amma hardan keçsin? Buna bax, göl görməsin. Buna bax, gör necə. Hardan keçsin? Bütün şey deyə bu. Görmürlər. O keçsin, o bizim qabaqdan çəksin. Batdı deyəsən. Sonra da deyirsiniz C-Class Mercedes. Batdı, hoppa, çıxa bilmir. Yatdı maşın. Amma biz buranı çox böyük rahatlıqla keçəcəyik inşallah. Bu avtomobildə müsbət cəhətlərdən biri odur ki, bu avtomobillə sizə heç bir yol qorxulu deyil və hal-hazırda Alman avtomobili olan məsəl üçün bu da sizə tərifli C-Class Mercedes keçməyən yerdən biz indi hal-hazırda Tural çəkib veririz. Veririz? Gülə-gülə. Bunu Amarokla keçirik. Ətrafımızda neft gölməçəsidir. Get görək, get. Hoppa. Getdi. Getdi. Bax, görsənmi? Ejdahalar. Ejdahalar. Evet, C-Class yatmışdı burada. İndi deyəcəklər ki, o C-Class'dır, bu Amarok'dur. Kişi, nə dəxliyyatı var? Maşındır da. Bəli, maşındır. Çox gözəl və mənzərəli bir yerdə, Suraxanı rayonu ərazisində, göl sahilində, burada bir restoran olmalıdır, əsnafda olmalıdır, göl. Bir dənə də motel tikmək lazımdır burada. Birini də burada tikmək lazımdır. Biz Volkswagen Amarok haqqında fikir bildirməliyik. Fərid, sən sürmüsən, sən 10 deməli, avtomobilin sürülməsində heç bir problem yoxdur. Yəni ki, avtomobil əsl yolsuzluq avtomobilidir. Mən hətta deyərdim ki, bu yük avtomobili kimi bir şeydir. Yəni, heç bir problem yoxdur. Ovçulara məsləhət görürəm. Amma o ki qaldı, məsəl üçün birdən-birə qazı verəndə bir balaca motorun mühərrikində səs əmələ gəlirdi. O səs də ola bilər ki, bizim dizel yanacağının keyfiyyəti ilə bağlı olsun. Çünki bu avtomobilin sahibinin dediyinə görə bunun mühərriki Avro 4 standartına uyğundur və bizim dizelin keyfiyyəti barədə mən heç nə deyə bilmərəm. Çünki yanacaq sahəsində mütəxəssis deyiləm. Amma bir sürücü kimi özümü arxayın hiss edirdim. İndi Tural çıxdı, getdi, küstü niyə görürsə, bilməm. Mən küsmədim. Sadəcə olaraq mən istəyirdim soruşum ki, sərnişin özü necə hiss edir? Göl mənzərəsinə yox, göl mənzərəsinə baxırdım. Və motel tikməyə yer baxır. Yaxşı da. Birdən motel tikməyə fikirləşərsin, biabr eləsin. Deməli, 10 baldan neçə bal versin? Mən hesab edirəm ki, bu avtomobilə 10 baldan 9 bal rahat vermək olar. 10 baldan 9 bal. Mən Volkswagen-a xüsusi münasibətim və hörmətimi nəzərə alaraq və mən sırf sərnişin olmuşam burada. Sərnişin kimi özünü necə hiss edir? Dəmirdir. Qapı biraz. 2 dəfə qapını vurdu Tural. 2 dəfə elə bir ki, açıq qaldı. Bilməm, elə biraz bərk vurmaq lazımdır. Yəni, qapı yüngüldür, yoxsa nə? Mənim tutaq istehlakçı və sərnişin olaraq da başqa avtomobillərdən etdiyim tələblər bu avtomobilə aid deyildi. Yəni, mən bunu tələb eləyə bilmərəm ki, yox, burada falan şey olsun burada. Bu yolsuzluq avtomobilidir. Fermer təsərrüfatı, kolxoz təsərrüfatı ilə məşğul olan üçün bir avtomobildir. Ovçu üçün. Mən 10 baldan 10-u verirəm, Fəriz. Yəni, həm sərnişin, mən nəyə burada sayıram? Burada sərnişin rahatlığı da əsasdır. Ondan başqa da deyəsən
Azərbaycan nümayəndəliyində Volkswagen Turalı dostu işləyir ona görə. Heç təxri var qardaş. Deyirəm sərnişin olaraq rahatdır mənə. Yox, zarfası tam ciddi deyirəm sənə. Sərnişin olaraq çox rahatdır. Adi məsələn sedanda oturduğun rahatlığı burada alırsan. Parçadır, salon bu yolsuzluqdur. Yəni bu axı lüks avtomobildir ki. Ayso lüks avtomobil 23.000 manata satılır. Qiyməti üstündədir. Yəni harcı bir 6.000-lik də üstünə əlavə xərc qoyulub. Doğrudan da bu əsas məsələ yadımızdan çıxmırsa, yəni bu avtomobili görüb bəyənən insan varsa, bu avtomobilin sahibi bu avtomobili satır. Üstündəki nömrəni bilmirəm, satır, satmır, amma avtomobili satır, nömrə satılmır. Deməli üstündə düzəliş olundu. Düzəliş olundu. Nömrə satılmır, amma avtomobilin özü 23.000 manata satılır və almaq istəyən insanlar hal-hazırda aşağıda gördüyünüz nömrəyə zəng eləyib maraqlana bilərsiniz. Arvad uşaq daşımaq üçün maşın deyil, amma yaxşı amma daşımaq olar. Yəni ki belə rahat gedər. Yox, rahat gedər. Amma məsələn kələminiz var, taxılınız var, yaxşı kənd təsərrüfatı malı. Badımcan daşımaq olar. Vur maşına daşı. Yəni belə bir maşındır. 10 baldan mən 10'unu verirəm. Yəni konkret olaraq nəzərə alın ki, mənim istehlakçı kimi tələblərim çox böyükdür də. Yəni adi xırda şeylərə deyil. Bu münasibətlə də mən Volkswagen Azərbaycandakı nümayəndəliyini təbrik edirəm. Tural sizə 10 xal verir. Təsəvvür edir. C-klası nə günə qoyursan, Volkswagen nə deyirsən? Alın, sürün. Belə deyək də, xeyirli olsun. Vəssalam. Vəssalam. Əla.